Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk Cumhurbaşqanı, filosof mütəfəkkirimiz Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının bütün evladlarına, xüsusilə də gənc nəslə tanıtdırılması bütün sahələrdə olmalıdır. Məhəmməd Əmin Rəsulzadənin yeni nəslə çatdırılması hər halda bir qədər daha üstün və fərqli şəkildə bu proses getməlidir. Bu istiqamətdə addımlar atılır. Hər halda Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev də bildiyimiz kimi sərəncam da imzaladı. Bundan irəli gələrək də bir sıra tədbirlər də keçirildi. Yeni dövrdə qurulmuş və bundan əvvəlki dövlətlərin varisi olan Azərbaycan Cümhuriyyətinin varlığı və bugünkü onun varisi Azərbaycan Respublikası və onun vətəndaşlarının istər 10 milyon olsun, istər bütövlükdə 50-60 milyonluq Azərbaycan xalqı olsun, Məhəmməd Əmin Rəsulzadəni sözün həqiqi mənasında dərk etməlidir, öyrənməlidir və onun fəlsəfəsini bütün anlamlarda mənimsəməlidir. Bunun üçün ən azından orta məktəblərdə və universitetlərdə, ancaq xüsusilə də orta məktəblərdə Rəsulzadə günləri keçirilməlidir. Çox nadir hallarda olur ki, biz tarixə baxanda görürük ki, bir əsgər olmadan bir dövlət yaratmaq, yəni əsgərsiz, polissiz dövlət yaratmaq çox az hallarda olur. Məhəmməd Əmin Rəsulzadə bir tarixçidir, sosioloqdur, politoloqdur, ədəbiyyatçıdır. Yəni hansı yöndən baxsaq, görərik ki, Məhəmməd Əmin Rəsulzadə həmi 18-ci ildə 28 mayda qurulmuş Azərbaycanın tarixini, fəlsəfəsini, ədəbiyyatını, mədəniyyətini, siyasətini bizə çatdırır. Həm qədim dövrləri əks etdirir. Yəni bu mənada əlbəttə dediyimiz kimi hesab edirəm ki, bu məsələlərdə daha mən elə gəlir ki, ciddi şəkildə Rəsulzadəyə olan o münasibət daha ciddi və qətiyyətli şəkildə öz əksini tapmalıdır. Bilirsiniz,